Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu arada sizlə nə demək istəyirəm? O qədər insanlar var, o qədər psixoloq, bir də koç insanlar var ki, məsələn, məsləhətlər görür, depressiyadan çıxmaq üçün. Panik atak, en əsas panik atak normal proyevleniya ola bilmirəm, ondan lüboy bir insan çıxa bilər deyə bunu reklam eləyirlər və bildirmək istəyirlər ki, burada düşüncə pozğunluğu var, filan var, bəsməkan var. Bunlar hardan götürür, necə götürür, oxuyurlar və yaxud oxuduqları bir şeylərə əsaslanıb bunu deyirlərsə yanlışdır. Mənim əzizlərim. Bu hesabları, bu ağrıları, mən sizi çox gözəl başa düşürəm. Burada simptomları saymaqla deyil, simptomlar bilirsiniz nə qədərdir. Baş gicəllənmələr var, göz dumanlı olan olur, gözdə 3 dənə, 4 dənə, 4 dənə məsələn görürsünüz, bir nəfəri, məsələn belə bir şeylər olur. Nə bilim, baş sıxıntıları olur, ürək döyüntüləri olur, məddə sıxıntısı olur, bağırsaq işləmələri olur, bağırsaq sıxıntıları olur. Nə bilim, cürbəcür əl keyəlmələri, ayaq keyəlmələri, bu simptomlar saysız hesabsızdır, milyon dənədir. Amma bunlar hardan yaranır sizin düşüncənizdən deyənlər var ki, bu yanlışdır, anlatabildim mi? İnsanlar var ki, heç bir şey düşünmürlər. Yandığı yerlərdə pul gəlir, hər bir şey var. Ailə yerində, uşaq yerində filan birdən-birə bu situasiyaya düşürlər. Bunların səbəbi var. Təbii ki, var. Bu bizdədir. Biz onları bilirik və biz nəyə görə biz deyirik? Çünki mən 30 il bu nevrozdan əziyyət çəkmişəm. Siz görmüsünüz də, yəni bu dünyada mövcuddur. Bizim ölkədə də mənəm yeganə ki, mən nevroz olmuşam. 30 ildən yuxarı nevroz olmuşam. 30 ildən deyirsiniz ki, özünə niyə çarə qılmayıb, ona görə çarə qılmamışam ki, mən istəmişəm bunun dərinliyinə gedim, öyrənim ki, bu nədir, bu mənim axırıma çıxacaq, yoxsa mən onun axırına çıxacam. Və nəticədə belə qərara gəlmişəm ki, nevrozun axırına özün çıxa bilmirsən, burada metodlar var. Və mənim bu sahəyə gəlməyim, yəni psixoterapiya sahəsinə gəlməyim məhz bu səbəb olub. Mən bununla bağlı kitablarla, filanlarla, universitetlə, nə bilim bundan o qədər ki məşğul olmuşam və başa düşmüşəm ki, bu hardan qaynaqlanır, nəyə görə qaynaqlanır və bunun öhdəsindən necə gəlmək olar. Bunu canı ağramayanlar, ağrı bilməyənlər, nə bilim oturub teorema ilə universitetdə bizə keçənləri mən danışsam siz üçün nağılları oxşayar. Bu belə alınmır. Sizin başınıza dönərəm. Burada özün də vıvı çıxartmalısan, kitablar da oxumalısan və kursları da almalısan ki, sən bilməlisən ki, iminli bu şeylər, bu ağrılar, bu incilər, bu sənin başına olaylar gəldiyi, hardan gəlir, nəyə görə gəlir, hardan qaynaqlanır, bunun gücü nədir və axırı nə olacaq, sonu nədir, anlatabildim mi? Yəni, beyində düşüncələrin dəyişikliyi, filanı emosiyalara qapanı, bunlar istesini bir şeylərdir, bunu hər biriniz bilirsiniz, amma ammalar var. Onu bizdən öyrənin. Sağ olun.